Bizə öz xəzinəmizdə, yəni genetikamızda polyak bitlərini daşımağa ehtiyacımız yoxdur. Yəni biz öz xəzinəmizdə, öz genetikamızda polyak bitlərini daşımamalıyıq. Yəni polyaklara bit deyirik. Onlar tatarların, yəni türk dilli xalq olan, slavyanların, yəni rusların və belarusların, almanların, yəni özlərini kimi xalqların qarışığıdırlar. Şərqə doğru genişlənsək gərək lokal cəmaatı təmizləyək. Bu bir növ Lebensraum planıdır. Almanya artıq bilirsiniz, Almanlar Avropanın ən aparıcı millətidirlər və bu düşüncə onları 2 dəfə dünya müharibəsinə bir növ soxulub. O ermənilərdir, farslardır, almanlardır və serblərdir ki, Avropada hər zaman, həm də italyanlar hər zaman böyük iddialara sahib olurlar regiondakı. Biz hamını tutdaqdacağıq, bizimdir bu torpaqlar. Almanlarda da bu var idi və aralarında ən potensialı yüksək də almanları idi. 2 dənə dünya müharibəsinə girdi. Henry Kissingerin almanlarla bağlı çox qəşəng bir sözü var. Deyir ki, almanlar dünyaya görə çox kiçik, Avropaya görə çox böyükdülər. Buna görə əslində o qədər partlayırlar, amma sonunda məğlub edilirlər. Çünki günün sonunda bütün dünya ilə döyüşmək məcburiyyətinə qalırlar. Çünki bu almanlar da bu gücün qarşısında istəyirlər ki, şərqə doğru artsınlar. Və şərqdə də kimdir qonşuları? Polyaklar. Və o vaxtın antropoloqları onlara belə baxırdı. Bir Alman antropoloq olan Otto Rehe bugünkü Polşa torpaqlarında doğulmuşdu və bilirsiniz ki, Polşanın böyük qismi Almaniya tərəfindən işğal edilmişdi o vaxtlarda və polyakları hər zaman aşağı bir toplum olaraq görürdü və xüsusilə mən bu cümləni götürdüm onun əsərində.